Şagirdlər. Mən Aynura Babazadə, Azərbaycan dili müəlliməsiyim. Sizə bugün belə bir açıq sual tərtib etmişəm və onu sizə izah etmək istəyirəm. Xüsusilə də abituriyentlər, bloka hazırlaşanlar yaxın əyləşsin. Çünki bu testdə tez və asan bir şəkildə, yəni açıq suallı testdə tez və asan bir şəkildə həm köməkçi hissələrindən bağlı durğu işarələrini öyrənəcəksiniz və həm də köməkçi hissələrin növünü müəyyən edəcəksiniz. Deməli, başlayaq. Arif və Vasif dərsi hazırdır. Burada və bağlayıcıdır, vergül qoyulmur, vergüllər qəsdən buraxılıb, bağlayıcıdır. Mən dedim, amma o inanmadı, amma qarşılaşdırma bağlayıcısıdır, özündən əvvəl vergül qoyulmalıdır, bağlayıcı. Yəni, sən mən deyəni başa düşmədim. Burada yəni, bilir ki, yəni həm ədat olur, həm bağlayıcı olur. Yəni, sən məni başa düşmədin. Burada ədatdır, vergül qoyulmur. Mən oxuyanları, yəni əlaçıları çağırdım. Burada yəni aydınlaşdırma bağlayıcısıdır, özündən əvvəl vergül qoyulur, bağlayıcı. Mən dedim, fəqət sən eşitmədin. Mən dedim, ancaq, amma, lakin sən eşitmədin. Burada da bağlayıcıdır, qarşılaşdırmadır, özündən əvvəl vergül qoyulur. İclasda şagirdlər, həmçinin müəllimlər var. Burada da həmçinin yenə bağlayıcıdır və özündən əvvəl vergül qoyulur, iştirak bağlayıcısıdır. Elə mən də bunu deyirəm. Burada elə ədatdır, vergül qoyulmur. Ədat, vergül qoyulmur. O nə yazır, nə də oxuyur. Nə də deməli, inkarlıq bağlayıcısıdır. Ona görə ikincisindən əvvəl vergül qoyulur. Nə yazır? Görürsünüz, ikincisindən əvvəl vergül qoyulur. İnkarlıq bağlayıcısıdır. Düz yanımda oturdu. Burada ədatdır, yenə vergül qoyulmur. Hə, mən razıyam. Bilir ki, ədatlarda vergül qoyulmur. Sadəcə hə, yox, bəli, xeyr, təsdiq və inkar ədatlarında heç, əsla bunlardan sonra vergül qoyulur. Ona görə bu da təsdiq ədatı olduğu üçün vergül qoyulub. Xeyr, düşmənə baş əymərəm. Burada da yenə inkar ədatıdır. Özündən sonra vergül qoyulur. Burada da ədat yazaq. Göz yaddaşınızda qalsın. Sonra xeyr, düşmənə baş əymərəm. Burada da yenə ədatdır, vergül qoyulur. Hə, təsdiq ədatıdır, vergül qoyulur. O bununla əsla razı deyil. Görürsünüz, əsla inkar ədatıdır. Özündən sonra vergül qoyulur. Burada da yenə yazaq ədat. Ey Kənan, başın ağrıyır. Burada ey Kənan, başın ağrıyır. Biz bilirik ki, ümumiyyətcə nidalarda cümlənin əvvəlində gələndə özündən sonra, ortasında gələndə hər iki tərəfində, axırına gələndə özündən əvvəl vergül qoyulur. Və burada çağırış nidası, özündən sonra, çağırış nidalarında özündən sonra xitab gələrsə, xitabdan sonra vergül qoyulur. Yəni, çağırış nida ey, ay, a, bunlarda özündən sonra xitab gələrsə, xitabdan sonra vergül qoyulur. Ona görə burada da nidadır. Xitab gəldiyi üçün özündən sonra vergül qoyulub. Evə çatırdım ki, kimsə məni çağırdı. Burada çatırdım ki, kimsə məni çağırdı. Burada da aydınlaşdırma bağlayıcısıdır ki, özündən sonra vergül qoyulur. Yazaq bura bağlayıcı. Sonra, sənin şansın yoxdur. Belə ki, bu iş düz getmədi. Burada da belə ki, aydınlaşdırma bağlayıcısıdır ki, belə ki, ümumiyyətlə demişdik ki, belə ki, aydınlaşdırma bağlayıcısıdır, ondan sonra vergül qoyulur. Ancaq hansı kilərdən sonra qoyulmur? Ondan ötürü ki, bundan ötürü ki, ona görə ki, buna görə ki, ondan ötürü ki, bundan ötürü ki, bundan sonra vergül qoyulmur. Ancaq, yəni bağlayıcının özündən əvvəl bağlayıcı olarsa, o ki bağlayıcının tərkibsiz olarsa vergül qoyulmur. Ancaq burada ki ayrıca işlədilir, aydınlaşdırma bağlayıcısıdır. Bir də belə ki, tabellik bağlayıcısı da aydınlaşdırma. Bunlardan sonra vergül qoyulur. Sonra, sən də mənə inanmırsan. Burada bağlayıcıdır. Sən də mənə inanmırsan. Ədat deyil. Yəni, danı dana ilə əvəz edə biliriksə ədatdır. Danı dana əvəz edə bilmiriksə bağlayıcıdır. Cümlədə tək işlənən da, də bağlayıcısından sonra vergül qoyulmur. İştirak bağlayıcısıdır. Yəni, sən də, o da, bu da mənə inanmır. Sən də, deməli, cümlədə tək işlənən da, də bağlayıcısından sonra vergül qoyulmur. İştirak bağlayıcısıdır. O həm danışır, həm də gülür. Həm də
Bu da yenə bağlayıcıdır, iştirak bağlayıcısıdır. Özündən, axırıncısından əvvəl vergül qoyulur. Sən düz demirsən, ondan ötürü ki, hadisəni görməmsən. Baxın, görürsünüz ki, bağlayıcının tərkib hissəsidir. Ona görə ondan ötürü ki, özündən sonra vergül qoyulacaq. Ondan ötürü ki, iştirak bağlayıcısıdır. İstər qalar, istər gedər. İstərsə də bölüşdürmədir. Ya da ki, gah da ki, istərsə bölüşdürmədir. Və yenə axırıncıdan əvvəl vergül qoyulur, bölüşdürmə bağlayıcısıdır. Elə şimşək çaxdı ki, sanki yer göy dağıldı. Burada elə şimşək, necə şimşək, elə şimşək. Burada ümumiyyətcə bağlayıcı deyil, özündən sonra çünki isim gəlib. Elə şimşək çaxdı ki, sanki, yəni burada ədat deyil. Şimşək çaxdı ki, sanki yer göy dağıldı, gözü cümlədən. Amma desəm ki, elə mən sən deyəni deyirəm, burada ədat olar. Mən sən deyəni deyirəm. Cümlədən çıxardıq eləni, cümlənin mənası itmədi, sadəcə təsir gücü azaldı. Fikrimcə onlar bugün gələcəklər. Cümlə sığışmadığı üçün tam o sözü sığışdıra bilməmişəm. Fikrimizcə onlar bugün gələcəklər. Fikrimizcə əgər cəcəyini görə ilə əvəz edə biliriksə, burada modal sözdür. Fikrimizcə, yəni fikrimizə görə onlar bugün gələcəklər. Modal sözlərdə bilirsiniz ki, cümlənin əvvəlində gələndə özündən sonra, ortasında gələndə hər iki tərəfində və axırında gələndə özündən əvvəl vergül qoyulur. Yalnız elə bir ki, sanki sözlərində sonra vergül qoyulur. Fikrimizcə, fikrimizə görə. Burada da yenə vergül qoyulur, modal sözdür. Modal söz. Sən deməli mənə yalan danışırsan. Burada da yenə deməliyə baxırıq. Sən deməli mənə yalan danışırsan. Burada da nəticə ümumiləşdirmə bildirən, deməli bir sözlə nəhayət, deməli nəticə ümumiləşdirmə bildirən modal sözdür və hər iki tərəfində vergül qoyulur. Ortada işləndiyi üçün, baxın, az öncə dediyim qaydadır. Ey, mənə kömək et. Burada, ey, mənə kömək et. Nidadır. Ey, nidadır və burada özündən sonra xitab gələrsə, dedik ki, xitabdan sonra vergül qoyulur. Ancaq burada ey, mənə kömək et, burada eydən sonra vergül qoyulur, çünki xitab gəlməyib.